Hər vaxtınız xeyirli olsun, Qurtuluş TV'nin izləyiciləri. Sizi dünyanın hər yerindən bizi izləyirsəniz, sizi xoş gördük. Arzu edirik, moralınız, umudunuz hər zaman yüksək olsun. Dostlar, bugün də Urmu Səsinin bir ayrı proqramı ilə evlərinizin qonağıyıq. Bu günün də qonusunu geçən qonularımız kimi ən önəmli qonulardan birisidir və ölkəmizə, Güney Azərbaycanımıza ən etki buraxan konulardan biri traktor konusudur. Traktor tabii ki sizin bildiğiniz kimi və bizim millətimizin taleyini dəyişəcək bir durumdadır indi. Bildiğiniz kimi traktor İran adlanan ölkənin indi futbol olaylarının baş yerinde yer alır. İran Ligi'nin baş yerinde yer alır. Birinci sıradadır. Ve bir neçə gün sonra bunun oyunları bitersə, eğer qəhrəmanlığı bize tekrar verirsələr, ki bunun üzerinde biz nə etməliyik? Bunları bugün həmkarım Mehdi bəy Nərimani ilə danışacağıq. Mehdi bəy stüdyoda varsalar buyursunlar. Selam, her vaxtınız xeyir olsun. Selam ve değerli Qurtuluş TV'nin izleyicilerine. Mehdi bəy, xoş gördük sizi. Hər vaxtınız xeyirli olsun. Sizinle. Şərəf verdiniz bugün yine Qurtuluş TV'nin programına təşrif gətirdiniz. Sağ olun, var olun. Öz programımıza hoş geldiniz. Mehdi bəy, buyurun selamlaşın. Bugünün konusu bizim sevdiğimiz konulardan birisidir. Traktör konusudur. Buyurun. Sizinle başlayaq. Bugünün konusu geçmişte bir söhbət elədik. Ve indi yetişmişik tam kritik dönəmə. Biz nə etməliyik? Biz nə bərnamə törməliyik? Bunların hamısını bugün danışacaq. Milli hərəkət nə təsir qoya bilər bu qəhrəmanlığa və ya demək olmaz. Çünki buna biz bir seyir yaşamışıq. Utuzdurup sərkub eləyə bilərlər. Bugün bunları danışacaq. Milli hərəkət nə cür etki buraxa bilər bu traktora və traktor nə cür etki buraxa bilər bu bizim millətə. Çox gözəl açıqladınız bunu Mehdi bəy. Girişiniz tam konunun üzərindədir. Mehdi bəy, konuya belə giriş edək. Millətimiz təbii ki doğrudur, indi çox bir ağır durumdadır. İran adlanan yerdə iqtisadi vəziyyət düz deyil, siyasi vəziyyət düz deyil, millətin yaşamı yerində deyil. Yəni heç bir şeyimiz istədiyimiz kimi qabağa getmir. Amma ən azından bu traktorun indiki durumu bizi mutlu edir. Çünki istədiyimiz kimi hələlik qabağa gedir və İranın timlərinin, futbol timlərinin hamısından indi öndə gedir. Konuya bu cür giriş edək Mehdi bəy. Ən önəmli konulardan və sorulardan biri ki, hər zaman millətimizin zehnindədir və milli faallar, çə eşikdə, çə içəridə belə baxırlar ki, bir spor, bir vərziş nə cür bir millətin taleyini dəyişə bilər? Acaba spor bir millətin taleyini dəyişə bilərmi? Acaba bizim traktorumuz indi dünyada Türk nüfuzlu ölkələrin doğrudur. Bir çoxundan sayımız bizim aşağıdır. Amma ən çox izlənilən, ən çox seyircisi olan, tamaşagarı olan timlərdən birisidir. Yəni bir anda 120 min nəfər adam gedir Qurd dərəsinə. Oranın 70 min, 80 min yeri vardır, amma 120 min nəfər adam gedir oraya. Tabii bu elə beləsi olmayıbdır. Öz-özünə millət oraya getmir. Yəni burada bir şey vardır. Tabii ki bugün traktor olayımız bizim başdadır.
Geçmişdə bizim Babək qalası var idi. İndi bu suallar önümüzə çıxır Mehdi bəy. Tehran rejimi, İran adlanan rejim Tehranda yaşayan türklərdən çox vəhşət edir, yoxsa Təbriz, Urmu, Ərdəbil, Zəncan? Güney Azərbaycanda təbii ki, traktor utanda da, utuzanda da millət çıxır eşiyə. Bir cürə içində olan boğulmuş səsi bu traktor vasitəsilə, futbol vasitəsilə eşiyə çıxardır. Təbii dünyanın heç bir yerində futbol utanda eşiyə çıxıb milli şüarlar verməzlər. Təkcə Güney Azərbaycanda bu olaylar olur. Traktorun vasitəsilə, traktorun oyunlarında bizim millətimizin, Türk Azərbaycanlıların əlindən gedən taleyi və geçmişdə, gələcəkdə və indi nələr əlimizdə var, yoxdur, bunları millət hayqırır. Bunları çığırır. Ana dilində mədrəsə olmalıdır hər kəsə. Türk dilində mədrəsə olmalıdır hər kəsə. Təbriz, Bakı, Ankara, biz hara, farslar hara. Təbii ki, indi bu 3-4 oyunda təzə yeni ildən sonra da Urmu olaylarının şüarları buna qatılıbdır. Urmu Kürdistan deyir. Bu bir dənə bir önəmli konulardan birisidir ki, sabahları əgər sizin buyurduğunuz kimi traktor əgər qəhrəman olursa, bu traktorun qəhrəmanlığı bizə tarixi fürsətdirmi acaba? Traktoru 1394-cü ildə uduzdurdular. Gözümüz baxa-baxa, yanılmasam Nəft ilə, Sipahanla ya Nəftlə oyunu var idi. Bunu uduzdurdular, gözümüz baxa-baxa. Burada bizim hazırlığımız yox idi. Gerçəkdən hazırlığımız yox idi. Uduzdurdular da, tabii çıxdılar eşiyə millət. Amma bir iş görə bilmədik. Bir iş görə bilmədik gerçəkdən. Acaba bu seyri əgər bizim traktor qəhrəman olursa, bunu bir fürsətə dönüşdürə biləcəkmi? Əgər uduzursa, nə cür biz burada tepki buraxacağıq? Millətimizin hazırlığı varmı? İşdəki təşkilatların buna hazırlığı varmı? Liderlər nə cür buna tepki verəcəklər? Nə cür milləti yönəltəcəklər içəridə? İçəridəki milli fəallar nə edəcəklər? Kültürel baxımından, siyasi baxımından traktor bizə nə cür bir etki buraxıbdır? Traktorun cəmiyyəti və Babək qalasının cəmiyyətini araşdırmalıyıq. Nə cür olubdur? Niyə traktor indi bu durumdadır və geçmişdə Babək qalasında nə olubdur? Birinci soru ilə sorular qarışmasın bir-birinə Mehdi bəy. Birinci soruya sizinlə başlayıram Mehdi bəy. Bir spor, bir vərziş, acaba bir millətin taleyini dəyişdirə bilərmi? Burada katalanları da nəzərdə alaraq və Quebecləri də katalanları nəzərdə alaraq bu konuya girək. Buyurun Mehdi bəy. Bir coğrafya məsələsi var. Bir hökumətlərin məsələsi var. Bir millətin kültürel yaşam məsələsi var. Biz müqayisə elədiyimizdə Katalanları, Barcelona'nı bir çox məsələ nəzərdə almalıyıq. Avropanın İran durumu, oradakı demokrasi ilə İrandakı diktatorluq. Bunların hamısını nəzərdə alaraq Katalanlar orada təsir qoyub. Millətdə bir coşku var. Amma nəticəyə gətirib çatdıramır. Çünki futbol özü siyasıdır. Aynen bizim yaşadığımız, az önce dediğimiz kimi. Bizi Nəfti Tehranın qabağında otuzdurduqları məsələdə bunları Barcelona yaşayıb. Barcelona Real Madrid oynayanda Real Madrid baş kəndin takımıdır. Və orada bir neçə məsələdə, neçə illər ard-arda Real Madrid qəhrəman çıxıb. Baxın, indi traktorun 1394-dən nə cür utuzdurdular? Millətin nə cür atifi sərkub elədilər? Bu oyun ligin ən son oyunu idi. Traktor bu takımda
Neft Tehranı qazansaydı şampiyon olurdu. Və bu oyunda Traktor 3-1'ə qabaq idi. Sipahan da İsfahanda utmuşdu. Qabaq idi. Oyunlar aynı zamanda devam edirdi. Ama rejimin planına bakın. Rejim bir gün önceden bunu özləri etiraf edərlər sonra. Şurayı Əmniyyət Millidən təsvib oldu. Sonra Şurayı Təmin Ustana gəldi və bu təsvib oldu ki, Traktor utmayacaq və biz bunu necə önləyə bilərik? Gəldilər bunu önlədilər. Necə? İstadyumda dəqiqə 70'den sonra tüm iletişim kanallarını kəsdilər. Heç bir iletişim kuramırdın sen. O gün mən də baxırdım. Stadyumda yer yox idi. Biz oturmuşduq, evdən baxırdıq. Biz televizyondan baxa-baxa rejimin planını deyirəm. Biz televizyondan baxa-baxa televizyonda güzarişlər deyir ki, Traktor naib qəhrəman oldu. Yəni qəhrəmanlığı əldən verdi. Amma statda o milletin qəzəbin, bir anlıq bir qəzəb yaşayırıq. O patlasa sen onun önün alınmasın. 100.000 nəfər bir anda xiyabana tökülsə nələr baş verə bilər? Rejim bunu önləyəməz. Milləti sərkub, ehsası sərkub eləməkdən ötür. Millətə dedi ki, siz qəhrəman olubsuz. Millət töküldü stadın içində cəşnə. Amma 2-3 dəqiqə sonra bütün iletişim yox idi. Heç kəs bilmirdi. O tərəfdə oyun necə netiyədi. Statda dedilər ki, millət coşkuyu yaşayandan sonra bir anda dedilər ki, yanlış duyuru olubdu. Traktor naib qəhrəman olub. Sanki bir dənə qazanı geynədisən, bir anda üstünə soyuq töksən. Sen onu çok rahat kontrol edirsən. Çok olaylar baş verdi Təbrizdə. Ama o olayı ki baş verəcək, şampiyon olursan, baxın Türklərin içində indi Traktor olub bir dənə sembol. Tehranda, İsfahanda hamısı bunun üzərindən qürur duyur. Türkləri ehsası sərkub eləməkdən ötür. Ehsası sərkub eləyəndə də siyasət nəzərləri də var bunda. Etki bırakır. Uşaqların eğitiminə can təsir qoyur. Baxın, rejim çox planlı şeyir qabağa. İndi baxsaz məktəblərdə uşaqlar Traktor üzərindən mahnılar yapırlar, Traktorun oyunlarına baxırlar. Yəni camiənin tam təməlinə girir. Traktor indi o modda olub. Yəni Traktor utanda şəhərlərin modu dəyişilir. Utuzanda şəhərlərin yenə modu dəyişilir. Yəni o qədər etki bırakır. Amma bizim milli hərəkət buna planımız var mı? Rejim planını geyir qabağa. Yəni sabahlanır. İçəridə böyük bir patlama baş verərsən, Traktorun təriqi ilə bunu kontrol edə bilər. İndi milli hərəkət burada nə etki bıraxa bilər? Buna nə plan töküblər? Yarın şampiyon olursaq, buna nə planımız var? Çünki baxın, rejim Təbrizdən qorxmur. Rejim Təbrizdəkiləri kontrol edə bilir. Və bunu dəfələrcə nişan veribdir. Urumiyəni kontrol edə bilir. Ərdəbili kontrol edə bilir. Amma geçən dəfə də dedik. Biz Təbrizdə, Urumiyədə, Ərdəbildə, Zəncanda savaşmamalıyıq. Biz baş kəndin mərkəzində savaşmalıyıq. Baş kəndin yarı nüfusundan çoxu türkdür. Yəni Təbrizdə bir hərəkət olunca, məsələn 100.000 nəfər çıxsa eşiyə, Tehranda gələk milyonlar türk çıx eşiyə.
Yəni milli hərəkət ağır gücün qoymalıdır Tehrana kərəcə. Biz Tehranda kərəcdə güc göstərisi yapamasaq, bizi yavaş-yavaş sınırlardan çəkəcəklər, sıxacaqlar, Təbrizdə boğacaqlar. Biz savaşı aparmalıyıq kənarlara. Tehranda, Bicarda, Qurvədə, Ərəkdə, Şirazda, İsfahanda, Məşhəddə, Azərbaycanda savaş getməməlidir. Yarın bunun 30 manat planımız olmalıdır. Baxın, rejim çox qüvvəli oynayır. Rejimin tüm mərkəzi yayınları Tirəxdonun əleyhinə yayın yapılır. Haşiyə çəkib utuzdursun. Fəqanının dediği kimi, dedi bizə baskı yaptılar, Tirəxdon utuzdu. Bizim əlimizdə deyil. Yəni həmin olayı yaşaya bilərik. Təbrizin özündə də, baxın, indi film görsədir. Sitadda yox, xiyabana gətirməliyik bu hərəkət. Bəz qalasından niyə qorxurlardı? Çünki Bəz qalasının olayları şəhərdən çıxırdı, gelirdi dağa. Baxın, Bəz qalasının olaylarına Qəhrəman Babəkin təvəllüdünün 3-4 gün qalmış tüm Təbrizin xiyabanlarının duvarlarında tarixlər yazılardı, Bəz qalası yazılardı. Hazırlıq edərdi. Və onun için Xatəminin döneminde milyon yarım adam yiyişdi orada. O zaman rejim bildi ki, her ne pahasına olursa olsun bunu dayandırmalıdır. Ve müvəffəq oldu. Ve bu patlama bir yerde baş verəcək. 88'də Azərbaycanın İrana qoşulmamaq üçün Tirəxdor bir nəhvi gətirildi üstən. Yoxsa öncədən Tirəxdor müstəhəq idi gəlməyə. Çünki mən özüm orada şirkət edirdim. Şirin Fəraz oyununda Tirəxdor ligə gəlmədən 2 il öncə Şirin Fərazla oynadı Təbrizdə. 60.000 seyircisi var idi. Və zorla utuzdurduqları üçün rejimin qüvvələri tərəfindən və tərəfdarlar tərəfindən çox çatışmalı bir durum oldu. Azərbaycan şərqinin valisi çıxıb danışdı, dedi ki, 88 dənə otobusumuz rədədən xaric oldu. O cür ağır bir durum yaşanmışdı. Onun üçün biz bu həzinəni o qədər yuxarıya aparmalıyıq ki, rejim bu hərəkətlərə əl atmaz. Yəni hər modelə planımız olmalıdır. Doğrudur Mehdi bəy, tam tarixi olayın lap belə canını siz anlattınız. Yəni əminəm ki, millətimiz bu acı xatirə ki, bir dəfə Tirəxdorun başına gəldi və bunun vasitəsilə millətimizin ehsası ilə, qüruru ilə, gələcəyi ilə oynadılar. Bunu heç vaxt yaddan aparmayıbdır və bunun acısı da millətimizin canında qalır. Bunlar bilirlər. Diktator rejimdən öc alacaqlar. Bu indi Tirəxdorun vasitəsilə ya Tirəxdorsuz. İndi oraya yığılan insanlarımız bizim bir dənə bir gücdülər. İndi ya oradan istifadə edəcək, biz öz haqqımızı əldə edəcəyik, ya da ki onsuz. İndi hələlik bu fürsət vardır və bu fürsətdən biz nə cür yararlana biləcəyik? Millətimiz hazır olmalıdırlar. Bu tarixi bir fürsət gerçəkdən bizə dönüş nöqtəsi ola bilər. Təbii ki, Tehranda yaşayan o qədər Türk vardır. İndi sayısı bəllidir. Biri deyir 10 milyon, biri deyir 12 milyon, biri deyir 5 milyon. Ən azından Tehranın indi qalibiyyəti Türklərin əlindədir. Buna görə Tehranda bir olay çıxarsa, rejim də bilir ki, o birisi şəhərləri Tehranın bu olayı titrədəcək.
canlandıracaq və ayağa qaldıracaq. Bu ayağa qaldırmanın yanında rejim Tehranda özünü itirirsə, tabii biz Təbrizdə, Urmuda, Zəncanda, o şəhərlərdə əgər hazırlığımız olursa, tabii ki, son zərbəni rejimə yendirə biləcəyik. Buna görə rejim daha çox gözəl planlar qurur, amma bilmədiyi bir şey də var ki, millətin nə etdiyini bilmir. Millətimiz nə edəcəkdir? Tehranda yaşayan bizim o millətimiz ki vardı, türklər vardılar. Bunların nə etdiyini heç planlaya bilmir. Buna görə rejim öncədən planlar tökür, bərnamə tökür ki, nə edəyək? İndi bizdən bəlkə də öndədir. Amma əminəm ki, bizim millətimiz də buna bir planları vardır. İçəridəki milli fəallar və evlərin içində olan o gizli xəzinələr ki, millətimizdir. Bunlara millətimiz yəni bir gözəl bir plan qurmalıdır buna. Planla nə olmalıdır? Əgər sabah traktor qəhrəman olursa, yine təbii ki, biz xiyabana çıxmalıyıq, milli şüarlarımızı verməliyik, şadlığımızı eləməliyik, Azərbaycan rəqsini hər şəhərdə, xiyabanlarda nümayişə qoymalıyıq. Bundan sonra da bitməyəcəkdir. Bu, bir hərəkətin başlanışıdır. Başlanışda biz nə qədər güclü başlarsaq, o qədər də güclü qabağa gedər. Rejimin son anlarıdır. Yəni, rejimin indi başı məşğuldur indi bu danışıqlara, içəridən qafildir. Əlbəttə, içərində buraxmayıbdır bu qədər də, amma indi behtərin fürsətdir ki, rejimə son zərbəni biz yendirə biləcəyik. Bu son zərbəni yendirmədən nə yaxşı ki, planlı bu zərbəni yendirək və o birisi millətlərdə içəridə olan ərəblər vardır, bəluçlar vardır, lorlar vardır, kürdlər vardır. Biləxərə bunlar bizim hərəkətimizdən daha çox etkilənirlər. Dediyiniz kimi Mehdi bəy, Azərbaycan üçün Tehranın heç bir oyununa qatılmır. Tehran dediyimiz yəni İran. Bütün İran Tehrandan xətt alır. Buna biz öncüllük etməliyik. Buna biz rəhbərlik etməliyik. Sabahları traktorun məsələsi də olacaq da, qutulacaqdır da, bəlkə də bu yadlardan çıxar. Amma bizim millətin içində olan o savaş ruhiyyəsi günbəgün qabağa gedir. Bu savaş ruhiyyəsini təbii ki, sel kötü gətirər. Biz də onunla bərabər öz gücümüzü ərsəyə çıxarmalıyıq. Bu daha çox bizim üçün önəmlidir. Təbii ki, Tehranda olan türklər bilirlər nə edəcəklər. Amma öncədən hazır olmalıdırlar. O oyundan qabaq da hazır olmalıdırlar. C30'a, C30'a bizim tarixi anımızdır bu. Bu tarixi anı bəlkə də bir dəfə bizə əl verəcəkdir. Bu fürsət bundan sonra daha da əlimizə düşməyəcəkdir. Təbii, fürsətlər çox olacaq. Amma bu bir önəmli fürsətdir. Bunu biz əldə etməliyik. Mehdi bəy, traktorun 94 uduzmasına siz işarə elədiniz. Təbii ki, bu 94 olayı bunlar rejim nədən acıqlıdır? Niyə bizim traktoru o zaman uduzdurdu? Traktor dediyimiz təkcə sadəcə bir tim deyil. Sadəcə bir futbol timi, eğlence timi deyil bütün dünyada olduğu kimi. Bunlar bilirlər. Traktor Güney Azərbaycanın haqq səsidir. Güney Azərbaycanın sevdiyi və orada mübarizə etdiyi bir qaladır. Bu qalanın içindəki bizim öz əlimiz ilə bizi sərkub eləmək istəyirlər, bizi yıxmaq istəyirlər. Və bizim içimizdəki manqurtlar ki vardılar, bunların vasitəsilə bizə zərbə yendirmək istəyirlər. Millət də bunlar daha aydın tanıyır. Evlərinizin, adreslərinizin bilir bunlar hardadılar. Öncə bu manqurtları nakut eləmək lazımdır. Səhnədən qırağa çəkməmiz lazımdır. O anda təbii ki, biri silah çalacaqdır bizim tərəfimizə. Çünki rejim bilir. Əgər vəziyyət xarab olursa, qırmaqda şübhəsi yoxdur rejimin. Çünki diktator bir rejimdir. Başında oturan rəhbərinin tabi diktatordur. Hamı da bunu bilir. Millətimiz daha çox bilir bu məsələni. Mehdi bəy, bu soruya mən geçirəm. Kültürel baxımdan, siyasi baxımdan
traktor və millətin bu siyasi ruhiyyəsi və kültürel ruhiyyəsi nə cür sədəmə vura bilər? Əgər bizə uduzdurarsalar və biz udarsaq, nə cür bir sədəmə vurar? İşarə elədiniz. Bunu biraz açıqlayın Mehdi bəy. Bu önemli bir konudur. Baxın, 1394 bizə çox tarixi bir ləhzədir. Çünki 1394-də iki dəfə olay ard-arda baş verdi. Bir olay fitilə olayıydı. Türkləri aşağılamaqdan ötürü İranın milli rəsanəsində Türk uşaqlarına qarşı bir göstəri keçirdilər. Onun həmən ardında traktorun üçün sevgi ilə millət gedir. Millətin qüruru ilə oynayırlar. Bir nəfərin qüruru ilə oynasan, qürurun sındırsan, onu daha ayağa qaldırman çox zor olur. Çox zor olur. Və indi bizim millətin qüruru ilə oynayırlar. Və bu iş illər boyu davam edir. Baxın, çoxluları hələ inanmırlar ki, traktoru utuzdura bilərlər. Rejim yapa bilər bunu. Baxın, çox sadə. Traktoru gətirin. Bir sadə bir, indi məsələn Əhvazdan oyunumuz var. Əl-Əhvazın ərəblərin takımları Fövlad Xozistandır. Traktoru gətirib orada utuzdursalar, qüruru ilə oynayıb bizim başımıza hər oyunu gətirəcəkdir. Bu əks də çox gözəldir. Traktor o zamandan ki kanuna həvadaran diye bir şey yaranıbdı. Biz daha traktor tərəfdarlarından heç bir siyasi eyləm görənmirik. Baxın, neçə də eyləmimiz var. Ən böyüklərindən biri elə budur ki, Piruzi oyunundan sonra Türkləri eşya səslərdikdən sonra Azadi stadında və Milli Risanə bunu pəxş elədiyindən sonra traktorun kanunu həvadaranı yox idi o zaman. Traktor tərəfdarları bu yazını gətirdilər. Biz də stadiondaydıq. Stop Persian rasist. Ondan sonra bir dana çox gözəl yazı gətirdilər. İstəyirsiniz Bosna Herzegovina olasınız ya Çekoslovakiya. Çok önemli bir mesajıydı. Ve bu İran'ı faşistlerinin risanelerini patlattı. O zaman bildiler ki traktor çok büyük siyasi rol oynayır. Ve qabağın alanmırlar. Bakın bu da çok önemli bir konudur. Çok güzel. Güney Azerbaycan İran dair. Saud Azerbaycan is not İran. İngilizce şuar. Çok güzel. Bu şuarlar seni dünyaya tanıtar. Ama indiki vəziyyətdə, baxın traktoru o şeydə dedim. Gətiriblər bir dənə şuar veriblər millətin ağzına. Heydər, Heydər. Heydərdən nə traktora rəbti var, nə əslən bizim kültürə. Bab eləyiblər millətə. Bizim millətin şuarları bəllidir. Təbriz, Bakı, Ankara, biz hara paslar hara. Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Türk dilində mədrəsə olmalıdır hər kəsə. Azadlıq, ədalət, milli hökumət. Tabii. Biz indi bunları ötürmüşük. Nədən? Baxın təşkilat. Yine də qeyddik geçən həftəki sözümüzə. Hər zaman təşkilat, təşkilat, təşkilat. Bizim içəridə güclü təşkilatlarımız olsaydı,
rejimin yarattığı kanun həvadarının qabağında biz çox gözəl hərəkətlər yaradıb onları münfəil eləyə bilərdik. Amma maalesef milli hərəkət programı olmadığı için bizi tamamen qoyublar kənara. Yani indi sən deyilməsən ki, milli hərəkət orada rol oynayır. Heç bir əlamət görənməz. Milli hərəkət gərək gücün qoyaq ortaya və bu cəmiyyəti xiyabana da çəkə bilər. Aynı zamanda biz bu güc göstərisini Tehranda da yapmalıyıq. Çox önəmlidir bizə. Biz gücümüzü Tehranda göstərməliyik. Əvvəlin var, birinci dəfə 1394'də Fitlə olayından sonra Tehranda və Qumda Türklərin etirazı oldu. O gün rejim anladı. O gün rejim anladı və bu işin qabağını aldı. Amma biz plan yapmadıq. Biz plansız getdik. Hər şey əlimizdən aldık. Qum kimi şəhərdə Nirugahdan çıxıb 10.000 nəfərlər adam çıxdı eşiyə. Çox böyük olaydı. Tehranda fiş verirəm ya meydanı Mamsen idi ya Topxana idi. Minlər insan çıxmışdı. Haray haray mən Türkəm Tehranın mərkəzində səsləyirdi. Biz bu olayı yaratmalıyıq və gücləndirməliyik. Mehdi bəy, bəlkə də bu milli hərəkət dediyimiz bir böyük bir gerçekten etki bırakan bir şeydir. Bakın bir milli hərəkət eşit eder. Milli hərəkət ve təşkilatlar dediğimiz içeriden bu İran, Azərbaycan değil, rasizmə, Fars rasizminə, faşizminə dur deyir. Ve bu şuarlar ki yazılır burada, şuar der bunlar. Milletin gerçək istəkləridir bunlar. Təşkilatlar bunun üzerinde kurulmalıdır. Təşkilatlarımızın planları bunların üzerinde gitmelidir. Yoksa gerçekten bir yere getirmeyecek. Bizim bu kurduğumuz güçlü bir təşkilat yaranmaktadır yavaş yavaş. Bu təşkilatların hamısı birleşir ve bir tane bir vahid bir səs ilə alternatif olarak yani dünyada bizi görebilir. Yani gelecek Azerbaycan eğer İran'dan ayrılmak isterse ki hedefimiz de bunun üzerindedir. Buna göre bu şuarlar ki vardır milletin aslı isteğidir. Bunların üstünde plan yapmalıyız. Eğer bunların üstünde plan yaparsak emin olun ki biz yani indiden bərgi bərəndə bizim əlimizdedir. Bu bərgi bərəndə ilə haraya gedərsən, kimin qabağında istədiyin kimin danışıb güclü səsimizi biz eşiyə verə bilirik. Buna görə təşkilatlardan hər zaman bizim istəyimizdir. Hər zaman bizim istəyimizdir və özümüz də onu etməkdəyik. Özümüz də bu önemli işi boynumuza götürmüşük və bu böyük bir gələcəkdə bir təşkilat, böyük bir qurumun bir parçasıyıq biz özümüz. Təşkilatları bir yerə yığıb, güclü insanlarımızı bir yerə yığıb və səsimizi biz dünyaya çatdırmalıyıq. Millətimizin bu səsini. Gerçekten yani bu tarihi bir fürsətdir. Sabah fürsətimiz ola bilməyəcəkdir. Gerçekten yani bu fürsəti əldən verirsək, İran da eğer dağılırsa, bu seri öz bağımsızlığımızı, öz istədiyimiz kimin dövləti qura bilməsək, daha getdi. Biz heç iş görənməyəcəyik. Son fürsətdir. Yani en güzel fürsətlərdən birisidir. Burada millətimiz nə istədiyini deyir, bu tərəfdən də rejim dağılmağa sarı gedir. Bizim də istəyimiz tam tarixi bir səhnə və ləhzəni güdmaqdır. Bunu dözdük ta gəlib yetirib indi tam bizim istədiyimizi, millətimizin istədiyini. Buna görə burada millətimiz əminəm ki, içəridə planları vardır. Çünki
Bizim bu təşkilatın uşaqların hamısı içərinə girədilər. Daimən biz danışırıq. İçəridə yəni millət doğrudur, tam hazır deyil, amma hazırlığa sarı gedir. Gerçəkdən millət nə istədiyini bilir. Daha bu rejimdən umut yoxdur. Gələcəyə bu rejimlə bərabər davam edilməz. Bu İran adı ilə ki, bir dənə bir tələ qruplar bizə söz konusu da indi doğrudur, traktordur. Amma bir dənə bir dırnaq arası bir konuya da geçmək istəyirik ki, təbii bu konuyu biz hər zaman danışırıq. Geçən Milli Hərəkət adına və Azərbaycan aydınlarının adına gəlib bir imza toplantısı yığıblar bunlar. İmza yığıblar ki, aydınlar məsələn, aydın adlanan insanlar. Gəlib deyiblər ki, biz İranın gələcəyində istirik nəqş oynayaq. İranın gələcəyində biz də istirik bir yerimiz ola. Axı bu olarsız bir şey deyil ki. Gerçəkdən yəni çox gülüncüdür. Bir yerdə ki sən çoxsan, güc sənin əlindədir. Sən kimdən gəlirsən, sən güc istəyirsən? Çoxunluq azınlıqdan güc istəməz. Çoxunluq azınlıqdan yardım istəməz. Elə bir duruma bizi gətiriblər ki, indi çoxunluq bir iddə başda oturan fars, faşizm və rasizminin qulu olur. Amma bunu heç vaxt Milli Hərəkət qəbul eləmədi və içəridə millətimiz də bu hərəkatı qınayırlar. Bir tərəfdən də durub gəlib bəzi Milli Hərəkətin bu təşkilat deyək, bilmirəm, qurum deyək, ya bir 2 nəfər, 3 nəfər xanvadə əzası deyək, durubdular. Trumpa namə yazıblar ki, biz sizin qulluğunuzdayıq. Bir cürəsi yəni əlivari, yalvararaq bizə yardım olun. Qurtarıcı kimin gəlib Trump'ı görüblər. Təbii, belə bir zət əgər olursa, gerçəkdən yəni biz batdıq. Belə bir şey ola bilməz. Yəni gerçəkdən bizim durumumuz, səviyyəmiz o səviyyədə deyil. Bizim səviyyəmizi yendirəsiz aşağıya 35 milyonluq bir dənə geçmiş olan milləti gəlib bağlayasız bəlli deyil haralara. Gəlibdir İran adlanan bir yerə bizim Türk millətinin adını bağlayırlar. Deyirlər biz İranlıyıq. Bəsdir də görər. Buradakı böyük şüar kimi göstərdilər dostlarımız. Azərbaycan İran deyil. Bunun qabağında hər kim gəlirsə, yine İranla bərabər, İran yıxılandan sonra devam edirsə, İranda qalırsa İranın bütünlüyündə. Demək ağlı yoxdur. Yəni belə bir şey ola bilməz. Traktorda hayqırdığı səslər, ana dilində mədrəsə, təbii bu stadyumda bu şüar verilir. Eşikdə Təbriz, Bakı, Ankara, mən hara, farslar hara, azadlıq, ədalət, milli hökumət. Milli hökumət nə zamanınkidir? Pişəvərdən qalan bir şeydir. Amma indi yeni dönəmini bizim millətimiz istəyir. Yeni bir verjenini biz qurmaq istəyirik. İnsanlarımızın gələcəyini, yeni nəslimizin dünyaya göz açdığını və yeni bir sistemlə eğitildiyini istəyirik biz. Traktorda çığıran səslər bunu istəyir. Öz başına deyir burada gedib millət bozqurt tutur. Sadəcə bozqurt tutur. Türkiyənin bozqurt tutduğu ilə bizimki tam fərqlidir. Türkiyədə bir partiya bu bozqurt əlamətini, işarətini tutur. Amma bizdə bir millət bu işi görür. Bu millət nə istəyir? Gerçəkdən yəni absurd bir şeylərə millətin durumunu yendirirsək, yəni gerçəkdən bu təşkilatı qurmağımızın da faydası olmayacaqdır. Gələcəyə millətimizi daşımağımızın da faydası olmayacaqdır. Mehdi bəy, bir dənə də bir ayrı bir önemli bir konulardan birisi vardır. İndi danıştığımızın içində siz də işarə elədiniz. Bez qalasına, Babək qalasına gəldiyimizdə bizim bildiyimiz kimi mən özüm də şəxsən Babək qalasında olmuşam. Babək qalasını yaxından gedib görmüşəm olaylarını. Yəni tam Babəkin doğum günündə olmuşuq orada ki yaxındır. Sanmasam, yanılmasam 2 ay sonra yine həman toplantı olur. Amma fərqlidir. Bu seyri qoymurlar. Qalanın yollarını bağlayırlar. Orada olan Babək oteli ki var, oraları bağlayırlar. Dövrbələ manqurtları yerləşdirirlər. Bizdən onları ki, insanlar getmirlər qalaya. Amma rejim bilmir ki, səsimiz bizim sadəcə Babək qalasından çıxmır.
Mehdi bəy, traktorun indiki cəmiyyəti ki var 120 min nəfər gəlir buraya və bizim Babək qalasının o zamanki durumu ki var idi. O qədər insan gəlirdi. Onunla o zamankı ilə indini biz istəsək əgər araşdırırsaq nə cür baxmalıyıq buna? Sanırım bir dənə qısa videomuz vardır. Bunu da izləyək Mehdi bəy. Keçək sonra konumuza. Babək bəy, əgər hazırsa lütfən o videonu yayınlayın. Babək qalası haradan başlandı və nə üçün Babək qalası önəmlidir, onu göstərir. Bunu lütfən izləyin. İzləyək bu videonu. Bakın baktığımız kimi burada bu inqilab dönemi. Şah devrilib və millət kəndi müsəlman insanlarla çıxıblar burada yaşayır. Bunu İran televizyonu dəlir, dünyanın rəsanələrindən bu yayılıbdır. Bu Babək qalasının nə üçün olub ucda gəlib, onu göstərir. Burası da Quzey Fars qəlasının tabii geçir, tam mərziləri yıkıldı. Sınırları, ara sınırlarının yıkılmasına. Tabii bu olayların hamısı yığışır, gəlir Babək qalasında patlayır, çıxır eşiyə. Millətin qəzəbi burada çıxır eşiyə. Tabii Azərbaycanın bayrağı birinci dəfədə deyildi, amma rəsmi olaraq burada Babək qalasında yayıldı. Burası 1390-92 civarlarıdır. Bizə hər zaman ölkəmizdə kinoslarda deyiblər ki, ana dilimizi qoruyaq. Biz bir zaman düşünmüşük, bizim ana dilimiz Türkçədir və onu qorumaq istəmişik. Ancaq bu müqəddəməni deməkdən mənzum budur ki, biz şümunist insanlar deyirik. Bəlkə biz bir mədəniyyətçi insanlarıq, mədəniyyətimizi qorumaq istəyən insanlarıq. Biz bütün insanlara qardaşıq, amma o qardaş ki bizim haqqımızı yiyəcək təbiidir, orada haqqımızı almağa qabağa gəlməliyik. Heç bir kimsə ilə işimiz yoxdur, amma milli istəklərimizdən, milli varlığımızdan geri oturan deyilik. Tabii burası Babək qalasıdır. Bu da rejimin itləridir ki, buyurub millətin başına. Millət amma batanmırlar burada. Təşəkkür ederim Babək bəy, sağ olun. Mehdi bəy, bu olayları gördükcə gerçekten adamın içi qaralar. Yəni bu cür bir əzəmətli bir hərəkət nə cür ola bilər ki, gələrə bunun qabağını alırlar. Tabii orada qalmadı. O səs indi traktordan çıxdı eşiyə və bunlar deyirlər bəlkə traktoru elə bilərlər yatıdalar. Traktorun fəx səsini. Mütməyin olsunlar, əmin olsunlar ki, bundan sonra bizim Güney Azərbaycan Türkünün neçə planı vardır. Amma indi hələlik buradır. Mehdi bəy, buyurun sizdən eşidək. O olaylarla, indiki olayları nə cür analiz etməliyik biz? Keçən serilər
bir mövzuya işarə elədi. Biz hekayə yaratmalıyıq. Amma baxaq başqa millətlərin təcrübəsinə, onlardan təcrübəsindən dəyərlənək və daha güclü gedək qabağa. Baxın, İranda gündə yüzlərcə qadın qətliamı olur. Rejim tərəfindən. Asırlar, öldürürlər. Elə bir duruma gətirirlər, adamlar özünü öldürür. 1000 dənə olay baş verir. Amma Məhsa Əmini olayında buna görə deyirəm. Milli hərəkat hər zaman planlı iş yapmalıdır. Kürdlər Məhsa Əmini olayını nə cür bir ölkəyə yaydılar və dünyanı titrətdilər. Baxın, çox planlı işdir. Onların hərəkəti sabaha, biri günə, hər ana proqram tökür. Biz ona görə deyəm, indi məsələn bir dənə fürsət. Traktorun qəhrəman olması da bir fürsətdir. Məğlub olması da yine bir ayrı fürsətdir. Biz fürsəti əldən verməməliyik. Sabaha daşımamalıyıq. Fürsəti günündə istifadə etməliyik. Yəni yarın gəldi traktor şampiyon oldu. Biz şəhərlərdə nə rol oynayacaq? Milli hərəkat nə rol oynayacaq? Bir adım atacaq mı qabağa? Yoxsa geri adım atacaq biz? Çünki rejim buna proqram tökür. Hər ləhzəsinə proqramı var onların. Hər şəhərin şuraya əmniyyətindən, şurayı təmini ustanından mücəvviz almağa çalışırlar ki, özləri idarə eləsin bu iş. Biz buna icazə verməməliyik. Milli hərəkat bu oyuna əl qoymalıdır və öz oyunun qurmalıdır. Hər iki halətdə də şampiyon olursan, biz nə cür güc göstərəcək? Məğlub olarsan, biz nə cür güc göstərəcək? Rejim, biz nə iş görürük? Baxın, mən indi sizdən bir sual soruşum. Biz nə iş görmüşük ki, rejim desin ki, biz bunları məğlub eləyənməz, bunlar gələ şampiyon. Biz nə iş görmüşük ki, rejim deyər ki, bunların gücü çoxdur. Biz bir plan yapmışıq. Mehdi Bəy, sizin de buyurduğunuz suala burada bizim bu görüntüde millet cevap veripti. Planımız bizim nedir? Planımız bizim bu büyük plakat ki açılıptır. Fars rasizmine, faşizmine dur deyir. Bu bizim planımızdır. Bunun üzerinde qabağa getməliyik. Buradaki deyirib Azərbaycan, İran değil. Bunun özü büyük bir plandır. Daha bundan büyük bir plan olabilmez ki. Biz Yox, planımızı baxın. bunun üzerinde... Bu hərəkət, mən qabaqda da deyim. Bu hərəkət traktorun kanuna həvadarına yaratılmamışdan qabaq olur. Baxın, kanundan sonra traktorun stadionunda heç bir siyasi hərəkət görünmür. Baxın, şuarlara demirəm. Hər dönəmdə çox kritik bir iş görərdi traktor. Parçaları hiç gördünüz, o yazılar bir məmləkətin təməlini titrədir. O qədər önəmlidir. Amma rejim ona görə deyəm ki, plan yapın. Biz nə plan yapmışıq? Biz hazır mıyıq? Çünki çox yaxındır. 3 həftə sonra bu iş bəlli olacaq. Biz 3 həftədən sonraya hazır mıyıq? Hər iki halətinə, bir halətini demirəm. Biz, indi bir dənə mövzu. Son dəqiqələr və çox önəmlidir biraz.
Biz nə iş görməliyik ki, rejim qorxsun ki, bizi məğlub eləsə, həzinəsi çox ağır olar rejimə. Mehdi Bey, sizin bu sorunuz çok derin bir sorudur. Ama bizim milletimiz en xırda işi görebilir. En azından neçə gün eləyə bilər maşınlarına benzin vurmaya. Tabii bu neft meselesi, benzin meselesi rejimin indi en gəlir qaynağıdır. Rejimin puruşqahları ki vardılar indi şəhərlərdə. Tabii indi bizim insanlarımız da orada işləyir. Eləyə bilərlər insanlarımız rejimin o vurduğu yerlərdən gedib xərd eləməyələr. Banklardan pullarını eşiyə çəkələr. Banklardan pullar eşiyə çəkildi, rejim qalacaqdı havada. Və o anda ki insanlar çıxıb eşiyə, rejimlə qarışıbdır, bunların bu seda simalarını gedib ala bilərlər əllərini insanlarımız. Yəni ən önəmlisi baş kəndin seda siması ələ keçirilirsə, yani bu doğrudur. Demağı rahattır indi. Buradan oturup demağı rahattır. Ama bunun planı tökülürse içeride milli mərkəzi bank ki vardır. Bunların kontrolü insanlarımızın əlində olursa, seda sima bunların milli xəbər qaynaqları insanların əlində olursa, tabii ki rejim bizə də eləyə bilməz. Rejimin içində olan o insanlar da vardılar. Tabii milletin qabağında gəlib güc göstərə bilməzlər. Niye? Çünkü onun da kardeşi var, onun da xalaoğlusu var, bacıoğlusu vardır milletin içinde. Bu bir tane xırda yollardan birisidir. Xırda da değil, elbette etkili yoldur. Ama buna plan lazımdır. Ve əminəm ki indi 23 camıda, hatta Spahın öz içinde olan insanlar da hamısı müntəzirdirlər fürsətə. İndi yeyib götürüb pulu qaçanlar çox olubdur. Və o zamanda da olacaqdır. Ama rejimin şah damarları insanların əlinə geçərsə, rejim heç bir iş görənməz. Rejim onların təriqi ilə eləyə bilir. Padqanlar bizim millətimizin əlinə geçməlidir. Padqanların içində əsgərlərimiz var, sərbazlarımız vardır. Bunların hamısına indidən deməliyik ki, sabahlar vəziyyət xarab oldu, silahları daşıyıb padqanlardan eşə çıxartmalıdırlar. Hər şəhərlərdə. Bunlar əgər insanlarımıza eğitim verilirsə, təbii ki verilibdir. Əminən verilibdir. Hamısı bilirlər nə edəcəklər. Ama tekrar bunu bizim her risanemiz ki vardı elimizde xırda ya böyük, güclü zayıf işimiz yoktur. Sosyal medya, yazılı olur, Telegram olur, Instagram olur, YouTube olur, verilişlerimiz olur. İnsanlarımıza bunu anlatmalıyıq biz. Rejimin şah damarlarını elimizə geçirməliyik. Tabii əmin olun ki rejimin gücü qalmayıbdır. Bunlar yani necə deyirlər, ilk kimin gəlib baş əyibləri bunlar. Yani biraz da üstsüzlüktür burada medyadan pis danışa bilmərik ama imzalayıblar bunlar. Dediği sözün altına vurublar. Bunların videolarını izlirdim. Bu başta oturan o diktatorun 3 yıl qabaq deyildi ki Ərəbistanlılarla gedib danışan alçaqdır. Özü geçenlerde oturup Ərəbistanın adamı ilə danışır. Tabii bu ne deməkdir? Yani bunlar sona getiriblər. Bu adam bir zaman deyirdi ki Amerika ile oturup danışan Amerikalıdan əskikdir. İndi o gün videosuna sizinle beraber baxırdıq. Ayağın altına salınan Amerikanın bayrağını bunlar durup indi yığışdırıblar. Yani bu deməkdir ki rejimin gücü əldən gedibdir. Məşruiyyəti də millətin içində əldən gedibdir. Yani bu işleri görebildik. Yine ayrı işler de vardılar ki milli faallarımız programlarda anlatırlar. Milletimize dikkatini çatdırırıq ki bu programları lütfen izleyin. Gönderin hamıya. Tek bizim programlar değil. Bütün milli hərəkatın programlarını ve yazılarını bunlar önemlidirler. Hamı bilgilənməsi lazımdır. Gün xəbərlərindən, gün olaylarından bir an uzaq qalmamalıyıq. Eğer bunları edersek, gündem olursak, emin olun gelecek bizimkidir. Gelecek bizimkidir. Azadlık, adalet, milli hükümet dediğimiz tek bir günde olmayıptır. Önceden plan yaptığı işlerle gelip yavaş yavaş bu gündən geleceğe addım atmalıyıq biz. Sizden eşidik Mehdi Bey, ne etməliyik biz? Mən bu qədər, bildiyim bu qədər.
Direktorun indi ya eşik ya içəri. Fərq eləmir. Bizim eşiyimiz içərimiz indi birdir. Çünki direktor rol oynayır indiki vəziyyətdə. Çox acil direktor həvadarları bəyaniyyə yaymalıdır. Məsələn, rejimi təhdid eləməlidir. Çünki savaşır. Biz məsələn deyirik ki, Təbriz Tehranın savaşır. Tehran dediyimiz Tehranın milləti ya yeri deyil. Tehrandakı sistemdir. Hakimiyyətdir, bəli. Biz sistemlə savaşırıq. Əsən qəblənlər bu cür idi. Direktorun öncəki məsələlərində direktorun tərəfdarları var idi. Hər dəfə olaylarında bəyaniyyə verirdi. Bəyaniyyə həvadaranı direktor nisbət bir bu olay. İndi yoxdur. Təhdid üzərindən qalxıb. Yəni ona fürsət veribsən nəfəs ala. Rejimə fürsət veribsən. Baxın, biz bu fürsəti əldən verməməliyik. Çox diqqətli olmalıyıq. Yəni həddə əksər istifadə etməliyik. Çünki bu fürsət hələ öz bildiyimiz 1388-də direktor gəliblicə buracan ligdə qəhrəmanlığına izin vermirlər. Yəni 10 ildən artıq 20 ilə yaxın olur. 20 ildə bir fürsət düşür. Biz bu fürsəti əldən versək, bəlli deyil nə olar. Yəni sən bir fürsəti yaxalamışsın. Sən bundan bir nəhvə əhsən istifadə etməlisən. Bu proqramın məsələsi deyil, amma gələn proqrama bir bilgi verin. Gələn proqrama bir bilgi gəlib içəridən. İran rejimi yıxıldıqdan sonra Amerikanın işbirliği yapır. Kürd məsələsində, silah məsələsində. Bu məsələləri danışarıq, təşkilatlanmalıyıq, çox önəmlidir. Hər ləhziyə proqramımız olmalıdır. Mehdi bəy, sağ olun. Çox təşəkkür edirəm ki, bu geniş bilgilərə sahib olduğunuz üçün bunları izləyicilərimizin ixtiyarında qoydunuz. Millətimiz də bu bilgilərdən yararlanacaqlar və əminəm ki, bu həssas bir durumda millətimiz nə etdiyini daha yaxşı biləcəkdir. Yəni, öncə də bu fürsət bizim əlimizə düşməyibdir və bundan sonra da günbəgün şərait daralır, şərait ağırlaşır və gələcək bizə baxır. Biz də dediyimizdə, yəni təkcə Qurtuluş Təşkilatı deyil, Qurtuluş Partiyası da üzvlük sayını təşkil edir. Millətimizin gələcəyi özünə bağlıdır. Nə Amerikaya, nə Azərbaycana, nə Türkiyəyə. Sadəcə özümüzə bağlıdır. İçərinin taleyini içəridə bəlli edəcək. Sadəcə biz eşikdən millətimiz dediyi sözü alıb burada canlandıra bilərik. Bizim bu dediyimiz sözlər millətimizin sözüdür. Biz millətimizin sözünü burada insanlara yetiririk. Biz millətimizə önərlik etmirik. Mehdi bəy, proqramın sonuna gəldik. Yine son bir diyeceğiniz varsa buyurun Mehdi bəy, tələrizləşək. Çox təşəkkürlər. İzləyicilərə çox təşəkkür edirəm. Və son şüarımızda deyirəm, azadlıq, ədalət, milli hökumət. Çox sağ olun, hələlik. Çox sağ olun Mehdi bəy, var olasınız. Gələn görüşədək. Dostlar, özünüzə çox yaxşı baxın. Gələcək bizimdir. Əsən qalın. Hələlik.